Aslan İsmayılovdan söhbət edir, dostlar. Tanınmış vəkil Aslan İsmayılov, İqtisadiyyat Naziri Tarih Şurasının sədri Mikhail Cabbarova məktub yazıbdır, əziz tamaşaçılar. Məktubda demək günahlandırır. İndi nədə günahlandırır dostlar? Siz özünüz baxın, rəylərinizdə kimin haqlı olduğunu qeyd edin. Demək, Aslan İsmayılov nazirə ünvanladığı məktubda ölkənin iqtisadi göstəricilərinin aşağı düşməsinə görə narahatlığını bildirib. Həmin məktubu təqdim edirik, dostlar. Aslan İsmayılov yazır. Sizin İçəri şəhər qoruğuna rəhbər, daha sonra demək, təhsil naziri təyin ediləndə ən böyük dəstəkçilərinizdən biri mən olmuşam. Yəqin ki, oxucular da dəfələrlə sizin müdafiənizə yazdığım məqalələrin şahididirlər. Xüsusilə Ramiz Mehdiyevin prezident administrasiyasının rəhbəri olduğu vaxt sizə qarşı görülmüş addımları ən sərt şəkildə tənqid etmişəm. Təhsil naziri təyin olunduqdan sonra korrupsiya mənbəyi olan rayon təhsil idarələrini ləğv etmənizi dəstəkləmişdim və buna görə qarşı tərəf məni ictimaiyyətə sizin komandanın üzvü kimi təqdim edərək haqqımda söyüş kampaniyasına başlamışdılar. Bunu çoxları unutmamışdır. Bunları ona görə yazıram ki, son vaxtlar sizin başçılıq etdiyiniz iqtisadiyyat blokunu ardıcıl tənqid etməyimi qərəz kimi qəbul etməyəsiniz. Mən əminəm ki, bu sahənin bərbad vəziyyətdə olması yaxın vaxtlarda çoxlarının nəzərinə çarpacaq. Əvvəllər bunu iqtisadi göstəricilərə görə Cənubi Qafqazda lider ölkə idiksə, siz bu sahəyə rəhbərlik etməyə başlayandan sonra artıq sonuncu yerdə qərarlaşmışıq. Ən azından bugün əhali sayına görə ÜDM göstəricilərinə baxmaq kifayətdir. Hörmətli Mikhail müəllim, sizi bilmirəm, ancaq mənə gün ərzində çoxlu insanlar ağır maddi durumları ilə bağlı müraciət edirlər. Həmin müraciətlərdən birini olduğu kimi sizə ünvanlayıram. Yoldaşım qızını səhər dərsə aparır 60 qəpik, özü evə qayıdır 60 qəpik. Günorta oğlumu aparır 60 qəpik, qızımı evə gətirir 60 qəpik. Axşam özü gedib oğlumu götürməyə 60 qəpik, birlikdə evə qayıdırlar 60 qəpik. Yoldaşım Koroğlu metrosuna avtobusla gəlir 60 qəpik, metro ilə sahilə gedir 60 qəpik. Axşam sahildən Koroğluya qayıdır 60 qəpik, Koroğludan evə avtobus 60 qəpik. Özüm səhər avtobusla Koroğluya gəlirəm 60 qəpik, Koroğludan metro ilə sahilə gəlirəm 60 qəpik. Sahildən Baylı avtobusla gedirəm 70 qəpik. Akşam Baylıdan sahil avtobusla 70 qəpik. Uşaqlar 5 gün məktəbə, ər-arvad 6 gün işə gedib gəlirlər. Təxmini hesablamalara görə bir aya 233 manat edir. Baylıda Bakının yaşlılaşdırma idarəsində çalışan fəhlənin aylıq təmiz maaşı 450 manatdır. Ramazanda işləyən, üzr istəyirəm, əziz dostlar, yaşlılaşdırma idarəsində çalışan fəhlərin aylıq təmiz maaşı 450 manat, Ramanada işləyən tibb bacısının maaşı isə 430 manatdır. Ümumi aylıq maaşları 880 manat olan bir ailənin təkcə nəqliyyat xərcləri 233 manat edir. Bir ailənin Yeni Suraxanda öz evi var. Bununla belə vicdanla çalışan bir ailə 647 manatda 2 uşağını böyütməlidir.
Bundan sonrası özünüz hesablayın. Bu ailənin üzvlərinin və uşaqlarının ən minimal geyimləri olmalıdır. Hörmətli Mikail müəllim, məsuliyyət dairənizin həddindən böyük olduğunu bilirəm. Bununla belə xahiş edirəm. Hesablamalarda başqa özünüz olmasa da bir məsul işinizi bugün ictimai nəqliyyatda hərəkət etdirin və insanların əhval-ruhiyyəsinə diqqət yetirib sizə çatdırsın. Və dostlar, yazır ki, bunu sizə yazmaqda məqsədim odur ki, ölkəmizin ətrafında yaranmış gərgin vəziyyət fonunda bizə qarşı ola biləcək təxribatların qarşısı almaq üçün daxildəki problemləri də nəzərə almanızı istəyirəm. Dostlar, bu məktubu dinlədinizmi? Çox xahiş edirəm, yazın, bəyənin, paylaşın. Rəylərinizi də indi mən səsləndirəcəm buradan dostlar. Elçin Ali Heydarov salamlar. Salam, hər vaxtınız xeyir olsun. Arzuman Şaliyə salamlar. Və burada bir nəfər yazıb, bəxvi, siz bilmirsiniz, cənab prezident veteranların pulunu artıracaq mı? Prezident artıracaq, yoxsa yox, vallahi dəqiq bilmirəm. Mənim artırılmayıb bu müavinətlər deyə cavab verə bilərəm, amma nə vaxt artırılacaq onu diqqətinizə çatdırmaqda çətinlik çəkirəm. Dəyərli dostlar, digər bir açıqlama var. Məktəblərdə pul yığılmasına imkan yaradan valideynlərdir. Deputat Tahir Rızayevdən qalmaqallı açıqlama. Məktəblərdə pul yığımına şərait yaradan valideynlərdir. Tahir Rızayev deyir. O bildirib ki, müəllimin peşəsi layiqli vətəndaşı yetişdirməkdir. Bu amal uğrunda çalışan müəllim heç vaxt şagirdin, valideynin əlinə baxmaz. Sizcə düz deyilmi dostlar? Belə direktorlar, müəllimlər var, amma buna da imkan yaradan valideynlərdir. Müəllimə hədiyyə vermək, dəstək göstərmək həmişə olub. Amma bu, məcburi şəkildə həyata keçirilməyib. Məktəb təlim-tərbiyə müəssisəsidir. Hər kəs bura öz dəstəyini verməlidir. Ancaq direktorun müəllimin uşaqdan pul istəməsi, hansısa əlamətlər günləri keçirmək bəhanəsi ilə vəsait toplaması müəllim adına yaraşmır. Biz bu məsələdə nazirliyi günahlandırmamalıyıq. Nazirlik dəfələrlə bildirib ki, məktəblərdə pul yığılması qanunsuzdur, yol verilməzdir. Deputat Tahir Rızayev deyir, dostlar, deyir, nazirlik günahlandırmayaq, bəs kimi günahlandıraq? Həqiqətənmi günahkar valideynlərdir, dostlar? Mən sizə sual verirəm, kanalda olanlar. Bax, deputatdır, deyir, naziri günahlandırmayın. Məktəbdə rüşvət alırlar. Direktoru günahlandırma, müəllimi günahlandırma, naziri günahlandırma. Kimi günahlandıraq? Valideyni? Əlbəttə, valideynin də orada bir günah payı var, amma təkcə valideyn mi günahkardır? Təkcə valideyn mi günahkardır, dostlar?